Sibrizdə baş verən faciəni siz gördünüz. Bu əslində elə belə faciə deyil. Bu sıradan bir hadisə deyil. Qurbanlar verdilər də. Vərdiş eləyiblər axı bunlar. Qurban verməyə vərdiş eləyiblər axı dəyərli vətəndaşlar. Siz bilirsiniz ki, bu Emin Dığalarovdur. Siz bilirsiniz ki, bu Emin Dığalarov. Bunlar daimi Cefrinin adasına bunlar uşaq daşıyıblar. Dəyərli vətənlərim. Ona görə bunlar vərdiş eləyibdir, bunlar qurban verməlidir. İşləri irəli getməsi üçün qurban verməlidir. Məsələn, Mehriban Əliyeva Naxçıvana getdi, gördünüzmü? Vəziyyət pis oldu. Vəziyyət heç də yaxşı olmadı. Dəyərli həmvətənlərim. Amma Mehriban Əliyeva məsələn qurban verib getsəydi, Mehriban Əliyeva bir qurban deyib ya bir uşaq qurbanı zadı edərdisə, onda yaxşı olacaqdı. Yubqası qalxmayacaqdı, biçinisi orası burası görünməyəcəkdi. Yəni bunlar belədirlər. Qardaş, sizə zarafat gəlsə də, məzəli gəlsə də, yəni gördünüz də siz hər dəfə bizdə Elman bəy ekstrasens nələr deyir, nələr danışır. Prezidentin, hakimiyyətin ekstrasens batalyonları var. Bundan əlavə hər bir nazirin, hər bir məmurun cadugarlarla işləməyindən danışır. Cadu ilə əməldən bütün işləri aşırırlar. Ona görə dostlar, qardaşlar, əsas məsələ odur ki, Sibrizdə qurban verdilər. İndi Sibrizdən biraz danışaq, qısaca danışacağım. Çox ya zaten paylaşırlar, eləyirlər. Gəl, mən də buradan verim də sizə ala. Hala buradan verim sizə, dəyərli vətənlərim, dəyərli soydaşlarım. Deməli, Sibriz. Fövqəladə Hallar Nazirliyi bəyanat veribdir. Qızlarla, qadınlarla din eləmək, cütləşmək, belə şeylər ki, bunların başı açılmır. Bunlar indi güya yuxulu bəyanat veriblər. Sibrizdə uşağın ayağı su nasosuna sıxılı qalıbdır. Niyə qalmalıdır? Qardaş, yalan söhbətlərdir. Yalan şeylərdir. Qurban verir də. Siz işiniz yaxşı geçsin deyə, bir niyyət eləyəndə, əhd eləyəndə, işiniz düzələndə, nə bilim, düzəlmədiyiniz işinizi aşırmaq istəyəndə nə edirsiniz? Qurban kəsirsiniz də. Qoşdan, danadan, qoşdan, nə bilim, xoruzdan, moruzdan qurban kəsirsiniz. Eləmi? Bunlar da qurban verdilər də uşağı. Baxın, görək hələ danla bax. Fövqəladə Hallar Naziri 112 qaynar xəttində Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən Sibrizə istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosuna sıxılıb qalması barədə məlumat daxil olubdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirinin xüsusi riskli cütləşmə qrupları gedibdir. Mühafizə və 4 yaşlı uşaq olub. 4 yaşı olub, 4. Ay kişilər, nə danışırsınız siz? Haranızdan fikirləşirsiniz? 4 yaşında uşaq, bu hovuz deyirlər də, o hovuz, bu ala. Güya uşağın ayağı burada qalıb, güya uşağın ayağı burada qalıbdır. Nə danışırsınız? 4 yaşında uşağın ayağı orada qalırdısa, oranın mühafizə xidməti hardadır birincisi? İkincisi, o uşağın valideynləri hardadır? Dahası, 4 yaşında uşağın çinmək üçün 4 yaşına uyğun yerlər var, hovuzlar var. Hər yerdə, çox güman ki, orada da elə yer var. Nətər olur o motora ilişir, qalır, uşağı çəkir, aparır, onu orada şeyləyən olur. Ki, boş şeylərdir. Almaniyada 90 milyon əhali var. Almaniyada hər kənddə belə hovuz var. Qapalı, açıq, nə bilim nə. Uşaq üçün, böyük üçün, orta yaş üçün. Sual ortaya çıxır. Sual ortaya çıxır. Qadanız alayım sizin. Ay qabil sevənlər. 90 milyon əhalinin içində 10 il ərzində niyə bir dənə uşağın ayağı o motora ilişmədi? Amma Azərbaycanda ilişdi.
4 yaşında uşağın çimərlik yeri bilirsiniz nətərdir? 4 yaşında uşaq çimərlik görübsə, xaricdə zada görübsə, 4 yaşında uşaqların çimərlik yeri bu dərinlikdədir. 20, 40, 60 santimetrədir. Məsələn, hovuza getmən də getmişəm də bir dəfə burada. Gedirsən belə, qapalı yerdə, o 4, 2, 4, 5, 6 yaşında uşaqlar üçün yer var. Deməli, nətərdir? 20 santimetrəlik yer var, 40 santimetrəlik yerlər var, 60 santimetrəlik. Atalar, analar orada otururlar. Belə o da tez-tez dəyişir də, bəzi şeylər pampersdən olur axı. Tez və salam. Sonra gedirsən, uje gedirsən 3-cü, 4-cü sinif, 1, 2, 3, 4-cü sinif uşaqları üçün belə get-gedə dərinləşən hovuzlar var. Sonra uje yekə üzgüçlər üçün 4 metrəlik yer də var. Amma bunlar ayrı-ayrıdır. Necə olur elə? 90 milyonluq Almaniyada 10 illərlə bir adamın əgər o motora ilişmir, Azərbaycanda ilişir. 4 yaşında uşaq nə gəzir? Lap ilişsin hə, ilişdi əgər. 4 yaşında uşaq 40 santimetrəlik suda olmalıydı. 20 santimetr, 30-40 santimetrəlik suda olmalıydı. O çabalayanda elə böyürdəkilər onu götürməliydi. 4 yaşında uşaq təzə yeriyən, təzə ata-ana deyən uşaqdır. Ay qardaş, ay yalan şeydir, ay ki, ay bunlar, ay bunlar qəsdindən. Dəyərli vətənlərim, qəsdindən uşağı qurban veriblər. İşlər yaxşı getmir uşağı bilindi, Ceferin adasına apara bilmirlər. Ölkədə uşaq itən kimi deyəcəyik ki, uşaq getdi, Vatikana apardılar indi də uşaqları, başqa Cefri kimi adalara. İndi deyəcəklər ki, biz deyəcəyik ki, bəs qadanız alın bu, yadınızda da o qız var idi, o qəşəng Nura Şura. Nura Şura var idi ha, o belə modeldi, oxuyandı, modeldi. Nə dedi? Dedi, hər yerdə Bakıda Ceferin adasıdır. Bakıda dedi, hər yerdə Ceferin adası var deyir, hər yerdə qurbanlar verirlər deyir. Tək orada deyil ki. Ona görə dostlar, qardaşlar, canciyərlər, ay mənim gözəl xalqım. Ey gözəl insanlar, sadəcə qurban verilməliydi, verildi. İndi növbəti qurbanlardan Allah saxlasın. Özdə haçan verildi ha? Qış qutaraq, yay qutaraq əsas. Quyruq donan vaxt var, avqustun 15-idir, nədir bilmirəm. Avqustun 15-i nə? Ondan sonra sərinlik düşür. Yəni, bu gün ayın neçəsidir, dəyərli həmvətənlərim. O bizdə deyirlər, ayın 15-i quyruq donan vaxtdır, quruyan vaxt hər neysə. Dünənləri ilə Laçınlı həkim də elə söhbət elədi. Deməli, o dünənlərə eləyib də, bunu bu gün ya dünən uşağı öldürüblər. İndi baxın ha, dünənləri öldürüblər. İndi baxın ha, bu gündən Azərbaycanda hava çimərlik havası deyil da. Get-gedə günlər qısalır, get-gedə sərinlik odur, bax, çöldə yağış yağır. Dünənləri 38 dərəcə isti var idi, daha dedilər, Almaniyada son istilərdi, mən də sizə dedim, bugün çöldə yağış yağır. Yəni, artıq bu çimərliklərin qapadılması, havaların sərinləməsi, get-gedə cəmaat azalacaq, amma qurbanlar lazımdır. Qurban, insan qurbanı ən güclü qurban sayılır. Ay gözəl insanlar. İnsan qurbanı. Emin ağa, o 4 yaşında uşağı qurban verdilər. Vəssalam. Qurban, getdi. İndi başlayırlar. Emin Ağalarov baş sağlığı verdi. Emin Ağalarov yas mərasimini həll elədi. Emin Ağalarov, nə bilim, təzminat ödəyəcək, problemlərini ailənin həll eləyəcək. Ay, bu ilə yobana kaşqaldaq. Birincisi, orada ölənlərə acımalı deyil. Uşaqdır deyə ürəyimiz yanır. Orada ölənlərə acımalı deyil. Mən demişəm orada Allah belanızı versin. Sibrizdə, ay, Afak, akşam yadıma sal. Elgün başka şey yadıma salacaq.
O İsrail'e baş əyməkdir, nəsə demişdim Ecünə. Sən də mənim yadıma sal, axşam Sibrizə gözəl bir bəddua eləyim. Gözəl bir bəddua. Yadınızda 15 gün deyil ha bəddua eləmişəm. 15-cə gün deyil bəddua eləmişdim ki, Allah orada çimənin, üzənin, ora gedənin bəlasını versin. Allah ən ağır acılar yaşasın ora. İndi yadıma sal Afaq xanım. Mən axşam belə qısa belə gözəl bir bəddua eləyim. Hamı onu paylaşsın və ora gedən olmasın. Vəssalam. Gedən olmasın. Ha, indi ora uşağınla gedibsə 4 aylıq. Alay götə girmək üçün gedib də, o valideyn. Vəzifəlidir 100%. Orta ya ali səviyyədə vəzifə olası deyil, ali təbəqə. Yəni icra başçısı, polis rəisi belə səviyyə deyil. İcra başçısı, polis rəisi, idarə komitə rəisi, nazir mavini, nazirlikdə şöbə rəisi belə səviyyə deyil. Belə səviyyə. Amma əməliyyat rəisi, icra hakimiyyətində şöbə rəisi, vəkillər, deyək ki, müstəntiq ola bilər, balaca müstəntiqlər, sonra məktəb direktoru olmasa da mavinlər, yəni orta təbəqə məmurlar o götə girmək üçün, yəni bilirsiniz də, girmək üçün, yəni Sibrizdə, ay, xoşuna gələcəm. Yəqin kameradan məni izləyirlər. Prezident sırası medal taxacaq mənə. Yəqin məni kameradan izləyirlər. Va, gəlmişəm prezidentin yerində. Mən yəqin ki, toxunmazlar. Mənim vəzifəmə zada. Alo. Bax. Emin Dığalarov. Bildiniz də, Emin Dığalarov. İlham Əliyevin nəsillikcə, Mehribanın nəsillikcə Emin Dığalarov. Sərsəm bir bəyanat verdi, birazdan ondan danışacağım. Əcaba Emin Dığalarov cəzalanacaqmı? Dəyərli həmvətənlər, hamınız xaricdə də, daxildə də baseynalarda olubsunuz. Hələ Sibriz kimi baseynalarda. 2 yaşından tutun, 1-2 yaşından ta 6 yaşına kimi, 7 yaşına kimi, 8-9 hər yaş dövrünə görə orada sərinmə yerləri var. Yəni hovuzlar var. Məsələn, mən də 1-2 dəfə görmüşəm. 3, 4, 5, 6 yaş uşaqlar üçün 20 santlıq yer var, 40 santlıq yer var, 60 santlıq yer var. Bu nətər oldu da o boyda adamın içində? Bu 20 santimetrə su balaca hovuzun abyomu, yəni suyun çıxması, bu andan gəlir üstdən, altdan çıxır. O çıxması o boyda sərt soruv aparmır. Sərt soruv aparmır. Çünki su azdır, balaca uşaqlar üçündür. Sərt soruv aparmır. Deyək ki, motor qoymuşdu, sərt sordu apardı. 4 yaşlı uşaq o yaşa uyğun çimərlikdə boğuldu da heç kim də görmədi. Yəni, ayağından çəkdi, sağladı, hamı qoyun kimi yatdı, bir də gördülər uşaq boğulub. Emin Dığalarov da deyir ki, mənimsə başlayıb Morziya oxuyur. Ha, Emin. Mən demirəm, ha, Britaniya mətbuatı deyir. O Yahudilərin, Mossadın, o Jeffrey'nin adasına ən çox uşağı sən daşımamsan, mən demirəm, Britaniya mətbuatı yaydı. CNN Amerika bürosu da yaydı. Emin, ha, o qədər vərdiş eləmişsiniz qurban kəsməyə, qurban verməyə, yazlıq yetimləri, yesirləri. İndi də işlər yaxşı getmir, ha, deyəsən elə məkanda qurban vermək lazım idi, ha? Yahudi rabiləri dedi, hamılar dedi, yoxsa Vatikandan dedilər. Yoxsa Jeffrey'in o gün göstəriblər, saqqal zad qoyub qəribə bir halə gəlib, saçını zad da uzadıb Jeffrey. Yoxsa elə Jeffrey məsləhət verdi, ay Emin Dığalarov, Araz Dığalarovun qoduğu, ey millət. Olar mı böyle zillət? Ey millət.
Kardeşler, bacılar, canciğerler. Doğrudan da dəhşətdir, elə deyilmi? Dəhşət üstünə dəhşət yaşanır Azərbaycanda. Nəysə, Emin Dağalarovla bizimki qalsın az sonraya. Salam millət, Azad Söz kanalının hörmətli izləyiciləri, bizim qeyrətli qazimiz Süleyman Hüseynovla danışacağıq. Nəyə görə qeyrətli deyirəm? Çünki vicdanı susmuyub, danışır, qazilərin problemlərini, ölkənin dərdini, sərini və buna görə də minnətdaram. Süleyman bəy sizə və sizi salamlayıram, xoş gördük. Aleyküm salam, mən də sizi salamlayıram, sizi və izləyicilərinizi də salamlayıram. Xoş gördük. Buyurun. Təşəkkür edirəm. Biz bundan əvvəl də bir dəfə bizim kanalımızda danışmışıq. Hazırda Azərbaycanın düşdüyü durumdan danışacağıq və gündəm məsələlərini Süleyman bəylə müzakirə edəcəyik. Ən sonda Azərbaycanda, Bakıda, Nardaranda, Sibiriz İstirahət Mərkəzində, bu mərkəzdə bilirsiniz kimindir? Emin Ağalarovundur. O işlədir oranı. Azərbaycan hakimiyyətinin başı Əliyev ailəsinə məxsusdur, ona şəraitlər yaradırlar, süni ada tikməyə ona imkan verirlər, ancaq ona imkan verirlər, ancaq ona Azərbaycanda kazino tikməyə imkan verirlər və bu günlərdə açıqlama verib ki, Avropanın ən böyük kazinosu olacaq Nardaranda, Sibiriz kazinosu, dünyada isə 5-ci ən böyük olacaq, Avropada isə 1-ci. Müsəlman ölkəsinə kazino yaraşırmı? Bunu da müzakirə etmişik, edirik. Özdəki qəsdən Nardaranda bunu edirlər, dindar bir bölgədə. Və ən sonuncu olay isə Sibirizdə Akif Abdullayev adlı 4 yaşlı uşağın hovuzda ölməsi oldu. Hakimiyyət mediaları yazdı ki, ayağı hovuzun nasosuna ilişibdir, bilmədik nədir, nə deyil. Halbuki Nabranda bir neçə il əvvəl eyni hadisə olmuşdu. Hovuzda, istirahət mərkəzində bir uşaq ölmüşdü. Yox, ayağı kəsilmişdi. Üzr istəyirəm, ayağı kəsilmişdi. Təşəkkür edirəm düzəltdiyiniz üçün. Ayağı kəsilmişdi, ölməmişdi. Bəli. İstirahət mərkəzinin sahibi isə buna görə 4 il həbs cəzasına məhkum edildi. İndi isə eyni hadisə baş verir Sibirizdə, uşaq ölür, 4 yaşlı uşaq və bundan neçə gün keçibdir, anası valideynlərinə də danışmır, dərdi-səri bilmirik nədir, susturublar, nədir. Cinayət işi belə açılmayıb, heç kəs cəzalandırılmayıb, əslində analoji hadisə olub və ölən də olmamışdır, 4 il həbs cəzası veriblər. İndi isə Emin Ağalarov tutulmur. Ona gülən ağır söz deyən olmur. Hakimiyyətin mediaları isə başlanğıcda yazdı ki, hadisə Nardaranda olub. Sibiriz yazmağa belə qorxdular. Və Sibiriz haqqında kim pis danışırsa o təzyiqə məruz qalır. Rahim Musayev adlı şəxs Sibiriz haqqında danışmışdı. Keçən ay onu həbs elədilər. Bir neçə gün əvvəl həbsdən məktub göndərib ki, məni buna görə həbs ediblər. Narkotik maddəsi ilə polislər onu şərləyib, sən Sibiriz haqqında, Emin Ağalarov haqqında danışa bilmərsən. Ölkə nə hala düşüb. Süleyman bəy, siz də videolarınızda tez-tez danışırsınız, bu məsələlərdə danışmışsınız. İstərdim buna ilk öncə münasibət bildirəsiniz. Bundan əvvəl isə izləyicilərdən xahiş edirəm, yayımı bəyənin, paylaşın, çox vaxtınızı almayacaq, yarım saat müddətində danışacaq, danışmaq məcburiyyətindəyik. Süleyman bəy, söz sizə verin, buyurun. Siz də bildiyiniz kimi, yəni hal-hazırda Emin Ağalarovun yaratdığı vəziyyət İlham Əliyevin səlahiyyətində bir şəxs kimi göstərilir. Emin Ağalarov, yəni ki, hakimiyyət nümayəndəsi kimi göstərilir ki, bu adama heç bir qanun tətbiq olunmur. Uşaq ölür orada, cinayət işi açılmır. Niyə açılmır cinayət işi? Bu haqqda heç bir məlumat yaymırlar. Amma necə olur ki, bir neçə il bundan qabaq Nabranda belə bir hadisə baş verir. Bir nəfərə 4 il iş verirlər, digərinə məsuliyyətli şəxsə isə 7 il iş verirlər. Obyektin yəsinə 4 il verirlər, amma məsul olan şəxsə, orada işləyən işçiyə 7 il iş verirlər. Amma Emin Ağalarovun Sibirizində baş vermiş hadisədə bu haqda heç bir məlumat yayılmır. Emin Ağalarov özü bildirir ki, özümüz istintaq araşdırması aparırıq,
özümüz, yəni ki, Daxili İşlər Nazirliyi bura müdaxilə eləyə bilməz. Onlar kimdir ki, bu atdelli bir respublikadır. Elə göstərilir də, belə başa düşürük ki, Sibriz artıq, yəni Nardaran artıq Bakıdan ayrılıb, Azərbaycandan ayrılıb, bu artıq bir atdelli respublikadır. Bunların özlərinin fövqələdəsi, Daxili İşlər Nazirliyi, Cinayət İşləri Prokurorluğu, prokurorluğu, hər bir şeyi var ki, bunlar özləri istintaq arayışı aparıb, cəmiyyətə bu barədə məlumat verəcəklər. Yəqin ki, orada da ailəni günahkar çıxardacaqlar ki, sizin öz şəxsi məsuliyyətsizliyinizdən uşaq hasarı aşıb, gəlib düşüb ora. Görürsüz, paylaşdıqları məzmunlara, kontekstə fikir verirsiniz, deyir ki, nətər olur ki, deyir, uşaq deyir, o hasarı aşıb, keçib arxadan hovuzun borusuna ayağı ilişib. O necə ola bilər? Burada bir şey yaradırlar ki, mövzu yaradırlar ki, yəni günah öləndədir. bəli, öləndədir və onun kimə ki, yəni uşağı ailəsində də məsuliyyətsizlik. Artıq uşağın ailəsində 100% susturublar ki, əgər siz danışsaz, sizi məsuliyyətsiz kimi göstərib, sizə cinayət işi açılacaq ki, siz öz övladınıza Sahib nəzarət salmamışsınız. edə bilməmisiniz. Və baxdın mı, Süleyman bəy, rus dilində Emin Ağalarov bəyanat yazıb da, açıqlama veribdir. Azərbaycan Rusiyadır, burada dövlət dilidir Rusiya. Yox. Yenə deyirəm, bu Sibrizi Emin Ağalarov bir atdelli respublika eləyərək özü üçün orada qarışıq bir millətlərdən, belə deyək, bir ölkə yaratmaq istəyir sanki. Yəni, o qədər baxırsan ki, nə Azərbaycan dilindən danışmır bu adam, Azərbaycan qayda qanunlarına riayət etmir. Yəni, orada nətər ola bilər ki, Daxili İşlər Nazirliyi müdaxilə edib araşdırma apara bilməz, prokurorluq araşdırma apara bilməz, özünün istintaq şöbəsi var, belə göstərilir də. Yəni, özünün yazdığı bəyanatda qeyd edir ki, özümüz istintaq araşdırması aparılıb, cəmiyyətə məlumat verəcəyik. Bu necə ola bilər? Yəni, deməli, belə başa düşülür ki, artıq özü üçün bir ölkə kimi adanı ölkə eləyib özü üçün. Atdelli bir ölkədir. Ölkənin də dövlət rəsmi dili rus dilidir. Rus dilidir, bəli. Görmədiniz, siz bu yaxınlarda sel daşqınları baş vermişdi, Rusiyada da, Dağıstan tərəfdə. Emin Ağalarov həmən vaxt Azərbaycanda da, Bakıda da baş vermişdi, yağış nəticəsində sel daşqınları baş vermişdi. Emin Ağalarov Azərbaycana heç bir yardım etmədi, amma Dağıstana neçə milyonsa yardım pul göndərdi. Deməli, belə başa düşülür ki, Sibriz artıq Rusiyanın tərkibində olan bir yarım ada atdelli respublikadır. Valla, təkcə mən Rusiya aidiyyət etməzdim. İsrailə aidiyyatı da var, Orta Asiya ölkələri, Qazaxıstan aidiyyatı var, Türkmənistan aidiyyatı var. Çünki həmən ölkələrin dövlət başçıları, prezidentləri Azərbaycana gəlir, İlham Əliyev onları aparır Sibrizə, oradan bir pay verir, bölüşdürüb, Nardaranı, Sibrizi bölüşdürüb. Bilmirəm, indi həmən ölkələrin, Orta Asiya ölkələrinin, İsrailinmi, xoşuna gəlməyə mi çalışır, yoxsa onların gözünə, qaşına mı vurulubdur? Amma qarşılığında nələrsə alır. Biz görürük ki, keçənlərdə ən sonuncu Azərbaycan prezidenti hara getdi? Qırğızstana getdi. Qırğızstanda nəyin açılışını etdi? Bakı Resort Otelin. Bu Resort Otel də Azərbaycan prezident ailəsinə, güya Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan dövlətinə məxsus olanlar da bilirik ki, bir ailəyə məxsusdur. Yəni, buradan Sibrizdən biraz pay verir, onların ölkəsindən də böyük bir otelə icazə alır, tikir, o biznesdən də qazanır. Yəni, alışdı, verişdidir. Bir dənə Nardaran sakinləri, Azərbaycan vətəndaşları o yerlərdən, Sibrizdən faydalana bilmir, yəni pay ala bilmir. Əksinə, can alınır orada. Təəssüf. Allah rəhmət eləsin uşağa. Allah rəhmət eləsin. Və Rahim Musayev adlı bir nəfər onun haqqında pis danışıb, onu da keçən ay şərləyib tutdular. Xəbəriniz oldu mu ondan? Bəli, 4 ay qəti qəti imkan tədbiri verdilər. Bəli, bilmirəm, 5 il mi verəcəklər, 10 il mi verəcəklər?
Hara gedir Yəqin bu? ki, azı bir 3 ildən başlayacaq. Çünki qoyduqları maddə 234.1.1 olmalıdır. O da küllü miqdarda narkotik daşıması, istifadəsi üçün daşıması olmalı, satışı deyil. Bu maddə tanış maddədir. Çünki kimlər ki şərlənir, o insanlara 30 qram narkotik qoyurlar qarşılarına ki, küllü miqdarda özünün istifadəsi üçün narkotik daşıyır güya. Yəni özü üçün. Amma orada qeyd eləmirlər ki, satıcı kimi. Böyük əksəriyyətinə 234.1.1 olmalıdır. Çünki mənim dostuma da elə bir şey elədilər. Onlar elə bir şərhlədilər ki, bəzi şeylərə görə sizə keçən verilişdə danışdığım məsələyə görə Təkrar eləyə bilərsiniz. Ola bilər Hə, izləyicilər işlədiyimiz yerdə korrupsiya faktları var idi. Biz onunla mübarizə aparırdıq. Nəsimi rayonunun baş polis idarəsinin rəisi Vüqar Ağayevlə bağlı. Şamaxınka ərazisində pul yığırdılar. Gündəlik adam başından 5 manatdan pul yığırlar. 2000-dən çox da adam var orada. Günə 10.000 adamdan pul yığırdılar. Bu barədə biz mübarizə aparırdıq. Dəfələrlə biz imkan vermirdik də, yəni ki, yığılsınlar. Bu barədə çox yerə şikayət eləyirdik. Sonra elə bir həddə çatdıq ki, artıq məni dəfələrlə tutdular. Gördüm ki, bunun növbəti dəfə tutulmam artıq cinayət işi açılacaq, şərhləyəcəklər. Ona görə mən artıq ölkəni tərk etmək məcburiyyətində qaldım. Ölkəni mən tərk etdikdən bir ay sonra həmən dostumu həbs elədilər ki, sən burada video çəkə bilmərsən, polisi videoya çəkə bilmərsən ki, polis burada nə əməllər törədir. Bunu sən ictimaiyyətə yaya bilmərsən. Bunlar sizin işiniz deyil. Döyüb boynuna qoydular ki, sən 30 qram narkotiki götürməlisən, yoxsa sənin ailəvi də gətirəcəyik bura, onlara da təzyiq göstəriləcək. Bu adından onu qorxuzub 30 qram narkotiki boynuna qoydular. İndi hal-hazırda da məhkəməsi gedir, bugün məhkəməsidir. Görə indi nə olacaq? 6 ayda məhkəməyə gedir. Bugün sorumlusu məhkəməsi olmalıdır. Mən az sonra indi tapıb göstərəcəm onu. Polis özü ifşa eləyir polisləri ki, polislər buradan pul yığırlar, haqq yığırlar. Deməli, Bakıda avtovağzal ərazisində polis formasında. Var məndə. Baxmısınız bəlkə də, onu paylaşmışsınız. Var məndə, göstərim istəyirsiniz. Varsa paylaşın, göstərə bilərsiniz. Polis özü deyir ki, taksilərdən buradan 5 manatdan, 10 manatdan polislər pul yığır, verməyəni imkan vermirlər ki, taksi avtovağzaldan çıxsın. Yəni bunu polis özü deyir. Həmin adamı da işdən çıxartmışdılar polisi. Həbs tutmuşdular da onu. Yəni bu reallıqdır da, bunu sadə vətəndaş danışmır. Azərbaycan polisinin hansı işlərlə məşğul olduğunu polislər özləri ifşa eləyir. Niyə hakimiyyətin başında oturanlar, prezident administrasiyası, Azərbaycan prezidenti niyə bu görmür millətin dərdini, sərini, polisin öz dediklərini və deyir ki, polis nə eləyir? Yaxşı eləyir. Polisi heç kəs cəzalandıra bilməz. Polisi kimsə daş ata bilməz. Və polis insanların cibinə narkotik ata bilər. Polisin özünə söz demək olmaz. De bu videoda. Aha. Bəli dostlar, bəli. Xidmətində nöqsansız xidmət aparmışam. Heç bir nöqsanım olmadı 2023-cü ildə. 2023-cü ildə Binəqədi rayon polis idarəsinə yeni təyin olunmuş, Binəqədi rayon polis idarəsinə yeni təyin olunmuş İlqar Məmmədov, mən məzuniyyətdə olduğum müddət, fevral ayının 14-dən məzuniyyətdə olduğum müddətdə məni məzuniyyətlə geri çağıraraq və tanımadığım vətəndaşlar tərəfindən üzümə şərt gözdən ataraq məni xidmətdən xaric edirlər. Və şəxsi etkilə köməkçi Ruslan Dəmirçiyə tərəfindən vəsiqəm alınaraq xidmətdən xaric olunuram. İndi hal-hazırda Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədov avtovağzal ərazisində İsmailov Xəqani, Kələndərli Vurğun, Bərqu Təkirən onun göstərişinə əsasən hər bir sprinter Vita maşınlarının sprinterlərdən 35-40 manat aralığında, Vitalardan 15-20 manat aralığında, 4 paralardan 20 manat məbləğində pul yığılır. Xahiş edirəm, bu barədə göstəriş verəsiniz ki, düzgün araşdırma verilsin. Hal-hazırda avtovağzalda və belə sizə göstərirəm. Hər bir tərəf Vitadır. Qanunsuzluq baş alıb gelir.
Nə üçün mən tanımadığım şəxslər tərəfindən İlqar Məmmədovun göstərişi ilə mən xidmətdən xaric olunuram. Xahiş edirəm bu barədə göstəriş verəsiniz, düzgün şəkildə xidmət qurulsun. Və O sizin dostunuz bu polisin sadəcə dediyini normal yolla deyib deyə həbs ediblər, eləmi? Bəli. Videoya çəkmişdik, orada pul yığmalarını, sonra polislərin insanlara təzyiqlərini ki, məcbur verməlisən. Videolarımı mənim həbs olunanda videolarımı sildilər bir neçələrini. Amma indi bəziləri qalıb hələ növbəti dəfə paylaşımları da paylaşacağım zaten və yeni videolar da olacaq ki, orada yenə bu fəaliyyət davam eləyir. Tək Şamaxın ərazisində deyil. Deməli, hardakı regionlar üzrə işləyənlər var və o manatlıq taksilər var, rayonlar, qısa məsafəlilər. Hamısından pul yığılır. Baxın, Biləcərdə avtovağzalda yığılır, Şamaxinkada yığılır, 20 yanvarda yığılır manatlıq taksilərdən. Sonra 3-cü mikrorayon dairəsində yığılır, rayonlara gedirlər oradan da. Sonra Koroğludan yığılır. Hardakı manatlıq taksi, kütləvi, yəni taksi fəaliyyətindən məşğul olanlar var, bu ərazilər arasında, hansısa bir limitlər ərazilər arasında. Hər birindən pul yığılır, yəni mümkün deyil ki, yığılmasın. Binəqədi polis rəisi, o İlqar Məmmədov indi adını çəkdiyi, təsəvvür edin ki, baxın, taksilərdən də yığır bu adam. Hər yerdən pul yığırlar da. Yəni, ev tikmək istəyir Binəqədidə kimsə, polisə azı 5.000 pul verməlidir. Polisin ev tikməyə nə aidiyyəti var, mən bilmirəm. Yəni, nə bir fəaliyyət göstərir ki, polis orada nə köməkli, nəsə bir sənəd mi verir, nə verir? Bu ki, burada icazə verirəm sənə tikməyə. Dəxli yoxdur. 5.000 verməlisən, ondan sonra burada tikə bilərsən. Əgər o pulu verməsən, bu yaxınlarda da görmüşsünüz, bəlkə Bəhruz Alışovun videolarını, polkovnik leytenant Binəqədidə evini tikib, 2 mərtəbə ev tikib, gəlib evini dağıdıblar. Hamısını eləyən bunun Binəqədi İcra Hakimiyyəti ilə həmin o İlqar Məmmədov və onun tabiçində olan bir neçə polis bölmələri var. 2-3 dənə polis bölməsi olmalıdır. Biri Xocəsəndə Zülfüqar Orucov deyilənə görə özünü elə tanıtdırır ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun xalası oğludur güya. Ki, mənə heç kim heç nə eləyə bilməz və özdəki bilirsiniz nələr eləyir bu adam? Bu adam dəhşətdir. Elə bir ideyalarla can tutur, elə bir senarilər yazır ki, mənə yazırlar onun barədə. Allah gözüm dəhşətə gələm ki, yəni həqiqətən nə bir insanlar var. Sizə nələr yazırlar Süleyman bəy? Baxın, deyir ki, məsəl üçün, hansısa bir xanımdan xoşu gəlirsə, görün alçaqlığın dərəcəsinə baxıb, vəzifəsindən görün necə sui-istifadə edir bu adam. Hansısa bir xanımdan xoşu gəlirsə, onun əgər həyat yoldaşı varsa, həyat yoldaşını narkotiklə şərləyib tutub gətizdirirlər həbsçəyə, bölməyə, döyüb boynuna qoyurlar narkotiki, ki, sən narkotik istifadə etsə, bu heç bilmir adamın ki, nə baş verib, niyə olub, necə olub, xəbəri yoxdur ki, bunun yoldaşına görə bu baş verir. Bunun yoldaşından xoşunu gəlib deyənə bunu elətdirir buna. Gətizdirir, döyür, göndərir bunu, bu da boynuna götürür, göndərir bunu 2-3 il həbsə, başlayır yoldaşda bunun tanışlıq niyyəti ilə yaxınçılıq eləyir və necəsində alır. Sonra, bəli, sonra obyektləri, elə bilin ki, obyektləri nə edir? Obyektlər yoxdur, işləyən obyektlər, market, nə bilim, kafe fərq yoxdur. Oraya göndərir bir dənə iş verən, belə deyək, siqaret yandırır. Yox, birinci əvvəlcə normal adam göndərir ki, sən mənə aylıq, nə bilim, 500 manat, 1000 manat verməlisən. Bu razı deyilsə əgər, sonra bir dənə iş verən göndərir ora, bir dənə siqaret yandırırlar kafedə və yaxud marketdə, taraf bu tərəfdən polis girçər ki, sən burada siqaret çəkmək olmaz. Qəti qadağandır, bağlı qapalı yerdir, 500 manat cəriməsi var, 300 manat cəriməsi var. Müdiriyyəti götürüb aparırlar polis bölməsinə. Bu səfər Zülfüqar Orucov oradan o tas qoyur ki, sən mənə aylıq ya bu pulu verməlisən, ya da verməlisən, yəni mümkün yoxdur. Bir neçə dəfə belə eləyəndən sonra nə edir? Deyir, aylıq vermə. Obyekt nə qədər işləyirsə ayda, neçə manat pul işləyirsə, onun 50% mənim, 50% sənin. Qudurmuşluğun dərəcəsinə baxın. Görün, yəni insanlara necə vəzifələrindən sui-istifadə eləyib. Nə bilim, daha nə ad verəsən bunlara bilmirəm, Allah. Adam sonra deyirlər, biznes inkişaf eləmir. Eləməyəcəklər. Xırda biznes, orta biznesi polis sıradan çıxardanda, sıxışdıranda,
ona şərik olanda, faiz tələb edəndə, haqq tələb edəndə inkişaf etməyəcək də. Azərbaycanda polisin sadəcə dəymədiyi, dəyə bilmədiyi bizneslər var. Hə, o da ki, məsələn, Sibirizdir, Sibiriz kimilərdir. Bu hakimiyyətin yekələrinin nəzarətində olan, ailənin nəzarətində olan, nazirlərin nəzarətində olan obyektlərdir ki, polis onlarla yəni xoş davranır, davrana bilmir. Polisin də girə bildiyi yeri var da, kol var. O bilir ki, bura onun girdiyi kolluq deyil, girmir. Kimdir onun girə bildiyi kolluq? Yazıq orta və kiçik bizneslərdir, kiçik bizneslərdir. Və yəni bunu əvvəllər danışmışıq biz Süleyman bəy, dəyərli izləyicilər. Polis niyə belə vəhşidir bilirsiniz siz? Polis istəsə, özü istəsə yox ha. Azərbaycan hakimiyyəti, prezident administrasiyası, prezident ailəsi istəsə, polis quzu kimi olar, vətəndaşlarla da gözəl davranır. Polisin maaşı normaldır. Hansı bir müəllimi, həkimi, digər deyək ki, büdcədən maliyyələşən təşkilatların işçiləri polis qədər maaş alır. Yox, heç biri. Polis yaxşı da maaş alır. Bəs niyə belə eləyir? Çünki hörməti də var. Qorxuya görə. Hara gedir, hər şey olar, pulsuz. Gedib oturub hansısa bir obyekti yemək isə, vallahi, yəni onlar hörmət naminə onlara pulsuz verəcəklər. Yəni digər şeylər də var da, istifadələr də var bunların. Tək maaş deyil, maaşdan tək dolanmırlar, başqa şeylərdən də dolanırlar. Yəni hörmətdən istifadə eləyib, paqonundan istifadə eləyib, başqa şeylərdən də dolanırlar onlar. Buyurun, bağışlayın. Amma polisə tələb olunur, polisdən tələb olunur ki, sən yuxarıya pul çatdırmalısan. Polis serjantdan nəzərə tutmuram, mən. Polis sistemindən, Daxili İşlər Nazirliyindən tələb olunur ki, sən vətəndaşa pis davrana da bilərsən. Amma yuxarıya Heydər Əliyev fonduna pul çatdırmalısan sən. Heydər Əliyev fondu orada güya bir məktəb tikib, burada bir bağça tikib, ay deyirlər Şuşada otel tikib. Bu pulu Heydər Əliyev fondu hardan alır? Hə? Bir dəfə hesabatlılıq, şəffaflıq var, açıqlıq var ki, Heydər Əliyev fondunun gəlirləri bax bunlardır. Yox, bax o gəlirlərin bir hissəsi və ən böyük hissəsi polisdən gəlir. Polisdə yığılan rüşvət pullarından, vətəndaşı əzmə pullarından gəlir. O pullar yığılır, katyol var adlanır və ona da hal-hazırda adını unutmuşam, Daxili İşlər Nazirliyi bir nazirin, Vilayət Eyvazovun bir mavini var. Səhv etmirəmsə, Oktay Kərimovdur ya. O baxır bu işə. Polisdə yığılan pulları toplayır, hər ayın başı Heydər Əliyev fonduna çatdırır. Yəni, istəsələr polis quzu kimi olar. Niyə Ermənistanda polis normal polis olub, Gürcüstanda normal polis olub, Azərbaycanda ola bilmir? Siyasi iradə lazımdır. Ermənistanda polis naziri qadındır, gənc bir qadındır. Birinci bir Paşinyan baxır ki, mən bunun başına, bu idarənin, bu nazirliyin başına bir normal dürüst adam gətirim. Birinci mənim öz niyyətim əgər doğru dürüstdürsə, istəyirəm ki, polisi təmizləyimsə, onun başına yaxşı adam gətirməliyəm. İlham Əliyev isə polisin başına kimi gətirib? Vilayət Eyvazovu. Vilayət Eyvazovu bütün el tanıyır, millət tanıyır, dünya tanıyır kimdir. 2003-cü ildə Azadlıq meydanında vətəndaşı əzən, özü banditliklə məşğul olub, həqiqi banditliklə, reketliklə məşğul olub. Naxçıvanda bazardan pul yığan olub bu, reketliklə pul yığan adam olub. Bu nətər nazir ola, polis naziri ola bilər? Bu polis naziri olursa, polis nətər yaxşı ola bilər? Bütün bunlar zincirvarıdır. Bu hakimiyyətə belə adamlar lazımdır. Yalnız ki, insanları əzib, pul ala bilsinlər, yığa bilsinlər. Yumuşaq adam bu hakimiyyətə, mehriban adam, yəni ki, insancıl adam, demokrat adam bu hakimiyyətə sərf eləməz axı. Ona görə də Vilayət Eyvazov kimlərini gətirib qoyublar. Özü də deyirlər ateistdir, yəhudidir, nə bilim. Adam ateist ola bilər, vicdanlı olsun. Bilirəm, təbii ki. Adam xristiyan da ola bilər, müsəlman da ola bilər. Yəni insanın dini də, adamla bədən əxlaqsız da ola bilər. Amma sən yəni də adamla nazirsənsə, lap sən gey də ola bilərsən, transseksual da ola bilərsən. Onsuz da Ramil Usubov barəsində bunu deyirlər. Keçmiş polis naziri barəsində hakimiyyətdə oturanlar hamı bilir ki, o transseksual idi Ramil Usubov. Buna görsən heç mən, ya Süleyman, ya başqa biri
Kimsə buna lağ eləyib. Yox, o transseksual. Şəxsi həyatda özü bilər. Avropada transseksual nazirlər də var. Elə baş nazir var ki, transseksualdır. Amma bu onu millətə göstərmir və yaxud da öz transseksual deyək ki, sevgilisini gətirib özünü nə bilim baş nazirin müavini eləmir, vitse-prezident eləmir ya nə bilim haransı bir vəzifə vermir. Onu öz həyatında saxlayır, vətəndaşa, millətin qayğısına qalır. Əsas məsələ budur. Yəni mən belə düşünürəm. Mən o barədə demədim. Nəyə görə dedim? Deyim sizə. Mənə bir adam bir məlumat vermişdi ki, deməli Vilayət Eyvazov düzülüş vaxtı forma baxışı, o baxışı olur, yoxlayırlar, üzü təmiz, nə bilim forması yerində belə bir baxış keçirilir. Keçirilən vaxtı bir orada bir zabitə deyib nə yaxşı sən qaydasını da hər şeyin, nə bilim nə, bundan sonra da belə davam eləyər. Zabit də qayıdıb ki, inşallah Vilayət bəy, yaxşı olar. Bu da bunu təhqir edib ki, sən mənə inşallah deyə bilmərsən. İnşallah nədir? Sıradan qovlayıb. Yəni, o mənada demək istəyirəm ki, yəni ateistsənsə də, yəni insanların qarşı tərəfin dininə hörmətlə yanaşmalısan. Azərbaycanda sizə bilirsiniz ki, bir çoxu müsəlmandır, istəyir dində, polis orqanında, istəyir digərlərində də var, hər bir yerdə var. Yəni bu inşallah dediyinə görə bu adamı sıradan qovlayıb. İnanıram. Nə qədər doğrudur. Olmaz axı, yəni insanların dininə bu da bir növ bunu da göstərir ki, hakimiyyətin yəni istəmirlər ki, müsəlman çoxalsın. İslam dini ibadət edən insanlar olmasın. Yəni bu yaxınlarda yəni Çevik adında adam çıxıb belə bir çıxışlar, Allah yoxdur yazması, bunlar hamısı bu hakimiyyətin bir proyektidir. Mən belə düşünürəm. Çünki heç bir adi bir vətəndaş çıxıb İslam dinini təbliğ eləsə ki, Allah var, Allah belə, bu İslam barədə danışsa, o adamı həmən həbs eləyəcəklər. Bəs niyə bu insanı həbs eləmirlər? Bu insan da bir dini təbliğat eləyir də, hər kəsi ateizm adı ilə dəvət eləyir. Allah yoxdur yazır, ateizm adı ilə dəvət eləyir. Niyə buna bir tədbir görülmür? O Çeviki tutmadılar, yoxsa Onstuqa həbs veriblər. Onstuqa həbs verib, çoxdan buraxıblar. Yenə çıxıb öz fəaliyyətindən, yenə yazıb ora Allah yoxdur, olmaz. 3 dənə də nidanı qoyub və çıxanlar da bir-biri ki, sübut elə ki, Allah var. Bu, bu bir təxribat deyə gedir. Hakimiyyətin, belə deyək də, insanların başını qatmaq üçün, bir növ belə düşünürəm, insanların başını qatmaq üçün bir proyektdir, çıxardılar ortalığa bunu və həm də ki, kimlər ki, qəti müsəlmandırsa, İslam dinini təbliğ edirsə, o adamları da üzə çıxardıb, onları da həbs eləmək niyyəti var. Bəlkə də belə də düşünmək olar ki, bunun əli ilə həmən insanlar qızışıb çıxacaq, danışacaq ki, yəni, var, belədir, elədir, o haqda məlumatlar yayılanda artıq həmən adamlar da çıxacaq üzə. Onsuz da bir çoxlarını həbs ediblər, İslam dininlə bağlı müsəlmançılığı təbliğ edən insanları və yerdə qalanlarını da axtarıb tapıb, çıxardıb həbs eləmək istəyirlər. Bəlkə də niyyət budur. Çox maraqlıdır. Əslində, inşallah sözü heç belə dindar olmayan da dilində olan bir sözdür. Hər kəs deyir inşallah, gələcək barədə olanda, yəni öyrəşib inşallah Allah qoysa deməyə. Amma mən inanıram ki, Nazir Vilayət Eyvazov belə bir şey deyər və inşallah sözünə bunun belə allergiyası varsa, nə deyim mən? Süleyman bəy, sizin deməli, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri haqqında, hazırki Maliyyə Naziri haqqında bir videonuzda qarşıma çıxdı. Sahil Babayev, Babayan deyirlər. Bu video. Maliyyə Naziri olan Sahil Babayev barədə o qədər şikayətlər var ki, demək olar ki, qazilərin 90% bu insandan şikayət edir, bu nazirdən şikayət edir. Çünki hər kəsin əlilliyini ləğv elətdirir, özü üçün xərcləyir, kəf eləyir. Onların pulu ilə ailəsinə, yaxınlarına nəsə alır, gedir istirahət eləyir. Qazilər isə burada əlilliyi ola-ola əlilliyini təsdiq edib pensiyasını ala bilmir. Ay Babayev, buna baş eğmeyeceğim, ay Babayev. Hakkımı vereyeceksin. Benim balam vardı, senin balan Dubai'de kemerini alacak. Senin kişiliğin yoktu şakan buna.
Alem dağıldı, alem uşağı vardı. Sahil babayım, Süleyman Çıpıra. Sahil Babayev belə bir videosu yayılıb. Burada musiqi var da, nefrə vermirəm. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dırnaqarası o qədər uğurlu işlər gördü ki, cəmaət dedi ki, bunu yəqin çıxardarlar da bu vəzifədən də. Çünki cəmaatın dərdi ilə, səri ilə maraqlanmayıb, əlillərin, qazilərin pullarını kəsib və nifrət qazanıb, 7-dən 77-yə hamı onu nifrət edirdi. Yəni, sanki Mirşahin Ağayevlə paralel rəqabətdə idi nifrət qazanmaqda. Mirşahini söyənlər qədər Sahil Babayevi də söyürdülər. Amma dedilər, prezident dedi ki, yox, millət heç nəyi bilmir, amma mən bilirəm, onu əksinə daha da mükafatlandırıb Azərbaycanın bütün pul sistemini, maliyyə sistemini başına onu gətirib Maliyyə Naziri eləyirəm. Bu nə idi? Mən o videonu paylaşandan sonra, yəni onun barədə çox da belə biraz da yəni məlumatım yox idi, onun ailəsi barəsində, onun yəni öz keçmişi barəsində. Görürəm kommentlərdə yazırlar, indi nə qədər düzdür, nə qədər səhvdir deyənmərəm, kommentlərdə qeyd edirlər ki, bu birbaşa erməni nəsilli, ailəsi ermənidir, onun babası, nə bilim, anası ermənidir bunun hamısı. Yəqin ki, ona görə çünki Azərbaycan hakimiyyəti ermənipərəstdir. Niyə Qarabağ döyüşçülərinin, bəs qazilərin əlilliyin kəsirlər, onlara heç bir yardım eləmirlər, bu qədər qazi özünü yandırdı. Çünki erməniyə güllə atıb ona görə. Başqa cür düşünmək mümkün deyil bu yolu. Erməniyə güllə atıb, düşmənə güllə atıb, gəlib əgər burada öz vətənində bu adama sən heç bir yardım eləmirsənsə, bu adam özünü ailəsinin yanında aciz hiss eləyirsə, uşağının yanında özünü aciz hiss eləyib, gedib özünü öldürüb, asır, yandırırsa, deməli burada problem budur. Başqa bir şey düşünmək olmur ki, deməli sən erməni pərəstsən ki, sən erməniyə bu adam güllə atdığına görə, top atdığına görə sən bunu burada cəzalandırırsan. Başqa bir şey düşünmək olar, yox. Çünki bundan qabaq da, bu müharibədən qabaq da yadınızdadırsa, yəni insanlar yalnız bu problemi qoyurdu ortalığa ki, yəni Qarabağ problemi həll olunmalıdır, Qarabağ problemi həll olunmalıdır. Bu da 2020-ci ildə artıq başladı. İnsanlar, o da polislər güya insanlara, vətəndaşlara yaxşı davrandı ki, 2020-də mitinq oldu da Milli Məclisə girmək. Orada heç bir polis, heç bir müqavimət də göstərmədi. Bu hamısı tapşırılmış bir şeylər idi. Ki, göstərilsin ki, bəli, bunu vətəndaş istəyir və sonda da yenə cəzasını vətəndaş çəkəcək. Həmən bu döyüşən adamlar çəkəcək. Yəni, siz istədiniz, mən elədim, indi də cəzasını siz çəkəcəksiniz. Mən istəmirdim eləyim. Başqa cür düşünmək olmur bunu. Mən belə düşünə bilirəm ki, yəni, sən əgər nə bilim, bir düşmənə güllə atan, döyüşən adamın bir ayağını itirib, bir qolunu itirən adama heç bir yardım eləmirsənsə, əlilliyini kəsirsənsə, ailəsinin yanında adamı aciz buraxırsansa, elə bir nömrəli düşmən sən özünsən. Və həmən düşmənlə də heç bir əlaqəsi olmayan, əksinə müharibə zamanı Azərbaycan ordusunun yanında olan, Azərbaycan xalqına dəstək verən, əskərinə dəstək verən bizləri illərdir ermənipərəst kimi göstərirlər, vətən xaini deyirlər. Amma valla nə bir salam-kalamımız, nə bir alış-verişimiz, nə müharibədən əvvəl, nə müharibədən sonra olub, nə təbaasımız olub heç bir erməni ilə. Şəxsən öz adımdan danışıram. Amma hələ sülh müqaviləsi imzalanmayıb. Alışlar, verişlər, görüşlər, gəlişlər, gedişlər. Baxdınız da Azərbaycanın deməli prezidentinin köməkçisi getdi Ermənistana, baş nazirin müavini getdi Ermənistana, partapart vaqonlarla Ermənistana neft daşınır, benzin daşınır, oradan o alınır, bu alınır, təzədə qərar qəbul olunub, Ermənistanın mallar alınacaq. Yəni bunlar erməni pərəst olmur, bunlar erməni ilə yağ-bal kimidir. Ermənipərəst biz oluruq. Adını da qoyurlar ki, biz demokrat siyasət aparırıq. Yəni biz istəmirik ki, düşmənçilik yaransın. Biz istəyirik ki, sülh olsun. Yalnız sülhün adından istifadə edib bizi erməni ad qoyurlar, amma özləri
olurlar erməniyə yardım eləyib sülhün adı ilə özlərini Azərbaycanlı adlandırırlar. Azərbaycanın vitse-prezidenti demişdi ki, gün gələcək biz onlarla yenə şərab içəcəyik. İçirdilər də zaten. Əvvəllər Elə içirdilər. Biz yəni müharibə şəraitində olanda da içiblər, bizim xəbərimiz olmayıb. İndi də daha açıq-aşkar içəcəklər. Təəssüf ki, ölkəmizi belə insanlar idarə edir. Vətəndaşa qağı göstərən hakimiyyət yox, vətəndaşın əleyhində olan hakimiyyət var. Süleyman bəy, sizə təşəkkür edirəm danışdığınız üçün. Bir qazi olaraq digər qazilərin problemlərini dilə gətirdiyiniz üçün və sizi efrimdə görməkdən şadam. Çox minnətdaram sizə. Sağ olun bəy. Mən də şadam. Özünüzdə müvayət olun. Bütün izləyicilərimiz də sağ olun. Təşəkkürlər. Sağ olun. Növbət dəfə görüşənədək. İnşallah. İnşallah.